Salam, təbriklər. Ülviyə mənim ilk övladımdır. Uşaqlıqdan o məni həmişə qürurlandırıb. İstəyir savadla, istəyir təhsillə, hər şeylə o məni qürurlandırıb. Ona görə mən də istəyirəm ki, o çox xoşbəxt olsun. Onun həyatı çox gözəl keçsin. Strawberries, cherries, and an angel's kiss in spring. My summer wine is really made from all these things. Amma istəyirsən nə deyim? Yəni onun belə çox belə gözə batmır. Onsuz da gətirmişəm mən. Nəsə yox, səbəbi mənim. Bəlkə Bax, seçirsən də. Yaxşılar. Qol düşdü. Yox, yox. Bulurlu. Keyfin düzəlir deyəsən, vallahi. Uje valideyn təsir edir. Strawberries, cherries, and an angel's kiss in spring. My summer wine is really made from all these things. Take off your silver spurs and help me pass the time. And I will give to you the summer wine. Salam. Kapıya bak kimse. Padroya baksana. Ay sağ ol. Aa, bak bu. Bəyimiz də, onu da çox istəyirəm. Yaxşı oğlandır, səmimidir. Ülviyə ilə inşallah yola gedərlər və hər şey yaxşı olar. Başım sevirəm də burada. Sözün əsl mənasında. Çox qəşəng. Biraz da siz məni ağlatmalısınız ki, mən ortada gələn kimi Kövrəlməlisiniz, bəli. bəzənibdir. Mən gəlinin həm yaxın podruqasıyam, həm də ki, bəy mənim yoldaşımın yaxın dostudur. Hoşum həm bəy tərəfiyəm, həm gəlin tərəfiyəm. Biz sizin toyunuzda sizə gecəyiz. Hə, həm də bizim toy şahidi. Birinci bunları yola verdik, sonra keçdiniz bizi. Orada bir dənə. Ülviəni görəndə başa düşdüm ki, həqiqətən mənim doğma bir insandır mənim üçün. Söz tapanmadım. Başa düşdüm ki, mənim atamın qəşəng bir sözü var da, yəni kişinin həyat yoldaşı olmalıdır. Belə qısa şəkildə sizə deyim, çox sevirəm bu qızı. Heç vaxt inanmazdım ki, mən kiməsə belə bağlana bilərəm, kimsə belə sevə bilərəm. 2 ildən biraz çoxdur. 3 ildən biraz çoxdur. Hətta qismətimiz oktyabrın 8-nə düşüb bizim münasibəti qurmaq. Sonsuzluğun işarəsi kimi. O da gətirib günü bu günü çatdırıb bizə ki, artıq bizim bugün toy günümüzdür. Мы с Эльчином очень разные, слишком разные на все 100%, но каким-то образом Бог нас объединил. Значит, есть в этом что-то. Я думаю, что это что-то сделает нас счастливыми на всю жизнь. Я его люблю, и я надеюсь, что мы будем счастливы, и что наша свадьба пройдет хорошо. Keyfi, buyur. Salam, mən Leyla. Ülviyə ilə Elçini təbrik edirəm. Çox xoşbəxt olsunlar. Bir ömür xoşbəxtlikləri arta getsin. Bacımı çox sevirəm. İnşallah Elçinlə çox xoşbəxt olarlar. Yəni onu dünyalar qədər sevirəm. Mən də səni. Mən xalamı çox istəyirəm. Hər zaman mənim yanımda olub. Onun həyatında hər zaman xoşbəxt anları, hər zaman gözəl anlarını arzulayıram. Mən xalamı çox istəyirəm. O mənim həyatımdır. Xoşbəxt olun məhkəmə.
Xoşbəxt olun. Mən bəyə, gəlinə xoşbəxtlik arzulayıram. Bütün şablon sözləri onsuz da özlərinə demişəm. Allah xoşbəxt bəxtəvər eləsin. İnşallah gələn il vaxtı haçana düşürsə, balalarının xeyir işi üçün hazırlaşaq. Yəni anadan olmağı nəzərdə tuturam. İndi repertuarı veririk. Buyurun Rəsmiyə xanım. Söz sizdə. Təşəkkürlər. Mən demişdim dünən ürək sözlərimi. İnşallah həmişə bir yerdə olarıq. Biz illərdir işdə, şəxsi həyatda, nə bilim, padruqalıqda ayrılmırıq da, həmişə bir yerdəyik. Allah eləsin ömrümüzün axırına kimi həmişə bir yerdə olaq. Gələn bu vaxtı burada elə Ulyanan Elçinin uşaqlarının qız istəyir, qızının 1 yaşını qeyd edək inşallah. Başqa nə deyə bilərəm? Başqa bu gün o qədər sevinirik. Yolda gələ-gələ yoldaşıma deyirəm ki, Bahadır bu gün toy deyə inana bilirsən. Deyir, yox, mən hələ də inanmıram. Qoy içəri girim, onda inanacağam. Nəyi ki, dilin şirin olsun. Elçini, Ülviyəni təbrik edirəm. Çox xoşbəxt olsunlar. Ülviyə mənim bir bacım kimidir və onun bu xoş gününü gördükcə çox sevinirəm. Həm inana bilmirəm, həm çox sevinirəm. Xoşbəxtlik arzulayıram. Bütün valideynlər kimi mən də onlara xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, bir-birlərini başa düşsünlər, xoşbəxt həyat yaşasınlar. Mən ən çox Ülviyənin evladını görmək istəyirəm. Tezliklə inşallah onun evladı olar, mən də sevinərəm. Ülviyə çox gözəl qızdır, ürəyi təmiz qızdır. Allah ona hər şeyi onun ürəyinə görə versin. Gəlin yoxlama, əzizlər. Şimdi sizinle beraber kesin ve gerçekten daha sonra...